Deməli belə, yaxşı. Uşaqlar, bir məchullu tənliklər. Gəlin hər şeyi zərrəsinə qədər dərindən öyrənək. Uşaqlar, ümumiyyətlə tənlik dedikdə nə nəzərdə tutulur? Naməlum dəyişənin tapılması, yəni x-in tapılması. Bir məchullu tənliklərdə nədir məsələ? Uşaqlar, ümumiyyətlə tənliklərin tipləri müxtəlifdir ha. Var xətti tənlik, var kvadrat tənlik, var modul tipli tənlik, var kök tipli tənlik, var tənliklər sistemi, var rasional tənlik, yəni var da var. Bunların hamısını keçəcəksiniz. Amma bu günləri sizinlə biz əsasən xətti tənliklə kvadrat tənlikdən danışasıq və bütün hallarına nəzər eləyəsik. Gəlin başlayaq birinci xətti tənlikdən. Deməli, İbrahim, xətti tənlik nəyə deyilir? Hansı formada olan tənlikdir xətti tənlik? Bir məchul olur, yəni x olur. Bəli. Uşaqlar, yazaq dəftərimizə. Aygül, yazın. Xətti tənlik ax üstə gəl b bərabərdə 0 şəklində olan tənliyə deyilir. Xətti tənlik bu şəkildədir. Yəni bir dənə naməlum dəyişəni var. Misal üçün 2x üstə gəl 8 bərabərdir 0. Yəni bu sadədir o heç. 8-i soldan sağa keçirdirsən, hər tərəfi 2-yə bölürsən, x-in -4 olduğunu görürsən. Bu sadə bir şeydir. Biz xətti tənliyin həll üsullarından danışasıq. 1. Uşaqlar. Deməli, xətti tənliyin sonsuz sayda həlli var. Kim deyər? A bölü 0'a bərabər olduqda. Əla. Uşaqlar, xətti tənliyin o vaxt sonsuz sayda həlli var ki, səkinə yazın. A bərabərdir 0-a, B də bərabərdir 0-a. Bu zaman bunun sonsuz sayda həlli olur. Deməli, sonsuz sayda həllinin olması üçün Pünhan A da B də 0-a bərabər olmalıdır. Sizə necə misal düşəcək? Aygül, Nurcan. Baxın, bir dənə misal deyirəm. Yazın şərtini dəftərinə misal. Deyir, M parametrinin hansı qiymətində Aygül, oradan tam ekran eləmək olur qızım. Eləmisən? Lövhə yaxşı görünür? Qəşəng. Deməli, M parametrinin hansı qiymətində deyir, aşağıdakı tənliyin sonsuz sayda həlli var. Aşağıdakı tənlikdə baxın belədir. M çıxılsın 2, vurulsun x, üstə gəl, misal üçün 4M çıxılsın 8, bərabərdə 0. Deyir ki, M parametrinin hansı qiymətində bu tənliyin sonsuz sayda həlli var. Uşaqlar, bir çoxunuzun da bildiyi cavabın nə olduğunu. Ümumiyyətlə, tənliyə baxanda orada sənə deməyəcək, bu tənlik xətti tənlikdir. Deməyəcək. Sən baxan kimi görürsən ki, tənlik x-dan asılı olur da. X-in başında kvadrat yoxdur, x kökdə deyil, modulda deyil, kəsirdə deyil. Yəni, heç bir hal baş verməyib. Deməli, bu sadə xətti tənlikdir. Xətti tənliyin də sonsuz sayda həll olması üçün A da B də 0-a bərabər olmalıdır. A dediyimiz varlıq x-in əmsalıdır. Yəni, sən M çıxılsın 2-nə 0-a bərabər edəcəksən. M bərabərdir 2-yə. B dediyimiz varlığı isə x-dan savayı yerdə qalan hissədir. Yəni 4M çıxılsın 8-dir. Bunu 0-a bərabər eləsən 4M bərabərdir 8-ə, M də bərabərdir buradan 2-yə. Yəni hər iki halda 2 tapmısan da. Cavab 2-dir. Başa düşdü? Aliyə, Səkinə, Aygül, Yağmur, uşaqlar, bəylər, xanımlar başa düşdü? Bəli. Tamam. Bu sonsuz sayda həllin olmasıydı. Bunu silirəm. İndi yazın dəftərinizə. Xətti tənliyin həlli yoxdur. 2. Xətti tənliyin A bərabər, B bərabərdir 0-a. B də fərqlidir 0-dan. Fərqlidir, ay sağ ol. Həlli yoxdur. Həlli yoxdur. Uşaqlar, xətti tənliyin o vaxt həlli olmur ki, A 0-a bərabər, amma B 0-dan fərqli olsun ha. Unutmayın bunu. Həll o vaxt olmur. Baxın, sizə bir dənə misal. Deyir ki, M parametrinin hansı qiymətində aşağıdakı tənliyin həlli yoxdur. İndi o tənliyi yazıram. Baxın, bir də şərti deyirəm. Pünhan, M parametrinin hansı qiymətində tənliyin həlli yoxdur.
Bax, həmin tənlik bu tənlikdir. Məsəl üçün, m kvadrat çıxılsın 4, vurulsun x, üstəgəl m minus 2. Bərabərdir 0-a. Uşaqlar, tənliyin həlli olmaması üçün nə olmalıydı? A sıfıra bərabər, B sıfırdan fərqli. Bəli. A dediyimiz varlıq x-in əmsalıdır. Sən burada m kvadrat çıxılsın 4-ü 0-a bərabər eləsən, m kvadrat bərabər olur 4-ə, m-i də tapmış olursan müsbət mənfi 2. Bir də b-ni 0-dan fərqli götürmək lazımdır da uşaqlar. B-də x-dan savayı yerdə nə durursa odur. M çıx 2-ni 0-dan fərqli götürsən, m-i tapırsan ki 2-dən fərqli olmalıdır. Uşaqlar, əslində Aygül, Yağmur, Nurcan, mən x-i m-i tapmışam ki, müsbət mənfi 2-dir. Sadəcə bu tərəf deyir ki, 2 ola bilməz. Ona görə cavab olaraq İbrahim sadəcə mənfi 2-ni götürürük. Yaxşı, Nigar, başa düşürük Səkinə. Aydındır da bizə, hər birimizə. Bəli. Tamam, gəlin davam edək. Bunu silirəm. Uşaqlar, 3-cü qayda xətti A tənliyin... fərqlidir, sıfırlı. Ay, sağ ol. Xətti tənliyin yeganə həlli var. Yeganə həlli var. Həlli var. Uşaqlar, xətti tənliyin yeganə həllinin olması üçün A da 0-dan fərqli olmalıdır. Yaxşı? Bir də A 0-dan fərqli olsa yeganə həll olur. Yenə də sizə misal verəcək. Siz x-in əmsalını 0-dan fərqli götürüb hesablayarsınız. Nə alsaz cavabdır. İndi gəlin buna aid buradan dinamikadan suallara baxaq, sonra dərsin davamını keçək. Bizim keçdiyimiz dərsə aid, xətti tənliyə aid sualları seçək. Buradan verək sizə. Bircə saniyə gözləyin. Görək xətti tənlik hardan başlayır. Hələ kvadrat tənliyə keçməmişik. Misal üçün 58-59. 58-59. Baxın 58-59-a. Sadə sualdır. Nə əcəb ay tacı yoxdur? Müəllim əzəri də yoxdur. Yəqin internetləri kəsilib, yoxsa dərsdən qalan deyirlər onlar. Nurcan, zərrin sənin yerindir bala. Zərrin kimdir ki burada? Burada deyil, sinif yoldaşının bacısıdır sənin. Bu qrupdadır o. Bəli. Deməli belə. Yaxşı. Uşaqlar, 58-də nədir cavab? D olmalı deyil, sıfır. D. Sıfır müəllim. Tamamilə doğrudur. Bəli. Uşaqlar, həllinin olmaması üçün A 0 olmalıdır da, yəni x-in əmsalı 0 olmalıdır. Cavab C bəndi. Bəs 59-da nədir cavab? D müəllimi. B variantı. Ay, sağ olun. Həllin olmaması üçün əmsal 0-a bərabər olmalıdır. Bunu 0-a bərabər eləsən, A-nın 5 olduğunu görürsən. Razıyıqdır uşaqlar, elə deyilmi? Problemimiz yoxdur ki. Bəli. Gəlin davam edək. Bunu silirəm. Deməli belə, görək xətti tənliyə aid buradan başqa sual var. Olmalıdır əslində. Hə, baxın, burada maraqlı bir sual var. 76 nömrəli sual. Birinci, mən heç nə demirəm. Siz özünüz baxın, görün, ala bilirsiniz, sonra birlikdə izah eləyək. Tənlik xətti tənlikdir. Deyil. Bəli müəllimə. Xətti tənlikdir. Sadəcə standart şəkildə deyil. Yəni burada 2 dənə x var, sağda da var, solda da var. Tapdım. Qəşəng. Aygül, tapdın sən də? Bəli. De cavabı. D variantı deyil. D 0. Bəli. Yaxşı.
Nigar sən nə deyirsən? A variantı. Sən A A variant variant. 4, Nərgiz 4, başqa? Mən də 4. Tamam. Bəylər siz nə deyirsiniz? İbrahim, Pünhan. A variant. A variantı. Pünhan sən fikrin var? A variantı deyirəm. A variantı. Deməli yaxşı. Aygül, indi səsini aç qızım. Deyim. Qızım, bax burada tənlik xətti tənidir. Düzdür, həllin olmaması üçün A sıfıra bərabər olmalıdır. Bunu düz bilirsən. Doğrudur. Sadəcə A dediyimiz varlıq x-in əmsalıdır. Bax, burada da x var, burada da x var. İki yerdə x var. Ona görə sən birinci sadələşdirməlisən. X-i x-in yanına keçir. Ədədi-ədədin yanına keçir. Balaca sadələşsin səkinə baxın. Bu olsun ax çıxılsın 4x bərabərdir mənfi a üstəgəl 7-yə. Buradan x-lar ortaq vuruqdur. Mötərizə xərcinə çıxart, qalsın a-4. Bax, indi görürsən ki, x-in əmsalı a-4 imiş. Biz deyirik tənliyin həllinin olmaması üçün x-in əmsalı 0 olmalıdır. Bərabər. Ona görə də Ay, sağ ol. Bəli, buradan a-nın qiymətini 4 tapırıq. Uşaqlar, aydındır bizə? Başa düşdü? Yağmur düzdür? Aliyə düzdür? Səkinə, başa düşürük? Tapmışdım. Qəşəng. Bunu silirəm. Gəlin davam edək. Bir dənə də sual olmalı deyə buradan bir dənə axtarıram bayaqdan o sualı. Görüm onu tapa biləcəm. Onu da verin bitsin. Gedək kvadrat tənliyə. Yox, bunlar onlar deyil. Yəqin ki, o sual 11 illikdədir. Hə, bir dənə var burada. Uşaqlar, bir dənə buradan baxın 173-ə. Vəsə, gedək. Amma mən dediyim sual deyil. Birazdan onu topludan göstərəcəm. 173 nömrəli sual. Sonsuz sayda həllin olması üçün nə olmalıdır? Müəllimə A ilə B sıfır. Bərabər olur. Bəli, indi o qaydadan istifadə edin. Tapdım müəllimə. Qəşəng. Tapdım müəllimə. Mən də tapdım. müəllimə. Tapdım. Tamamdır. Deyin cavabı tapanlar. 5. 3,5. 3,5. 3 tamam da 5 da. Tamamla 5. 3 tamamla 5. Nəsə tapmışım. 3,5. Nurcan və Aygül, siz nə deyirsiniz? 3 tamamla 5. 3,5. Aygül sən? 5. Sən 5 deyirsən. Nərgiz də 5-dədir. Deməli belə, əslində siz səhvi harda eləmisiniz? Siz bir mənada düz yanaşmısınız, sadəcə yerinə qoymamısınız. Baxın, dedik ki, qaydada A da 0-a bərabər olmalıdır, B də 0-a bərabər olmalıdır. Aygül və Nərgiz, baxın, A x-in əmsalıdır. Bunu 0-a bərabər eləsəz, siz buradan A-nın qiymətini 2 tapmış olursunuz. B dediyimiz varlıqda x-dan sava yerdə nə qalırsa o pişilikdə o B sayılır da qayda olaraq B. Yəni onu 0-a bərabər eləyirsiniz. AB hasili çıx 3 bərabərdir 0-a. Buradan AB hasilin 3 tapmısınız. Ay sizin canınız yanmasın. A-nın qiyməti 2-də axı. Gətir yerinə qoy. 2 vur B bərabərdir 3-ə. Hər tərəfi də 2-yə bölsən B-nin qiyməti 1,5 tapırsan. B 1,5-dir. A da 2-dir. Sizdən də cəmini soruşur deyə 3,5. Siz elə bil 2 ilə 3-ü tapıb toplamışdınız da, elə deyilmi? Səhvimizi başa düşdük. Nərgiz, Aygül, Aydın. Bəli, müəllimə. Bəli. Mən bilirsiniz necə elədim? B-dən savay nə varsa hamısı deməli B-nin əmsalıdır. A çıxıcı bərabər elədim 0-a. Oradan da A-nın B-ni 3 tapdım. O düsturdakı B-ilə misaldakı B-nin heç əlaqəsi yoxdur ha. Düsturdakı B və A x-in əmsalı. B yerdə x-dən başqa nə varsa o pişilikdə, bütövlükdə sayılır. Nəysə. Yazın dəftərinizə kvadrat tənlik və onun həlli üsulları. 100% buraxılışda da var, qəbulda da var. Özü də elə deməli qaydalara toxunacağam ki, o 100% düşəsidir ha, xəbəriniz olsun. Qəbula 100% düşəsi sual var burada. Hər il düşüb, düşür, düşəcək də. Yəni o sualı deməkdə mən yoruldum, o sual düşməkdən yorulmadı.
Deməli belə, kvadrat tənliyi. Uşaqlar, kvadrat tənliyi tanıyırıq ki, ax kvadratı üstəgəl bx üstəgəl c şəklində olan tənliklərə deyilir kvadrat tənliyi. Yadınızda saxlayın ki, kvadrat tənliyi edən a-nın sıfırdan fərqli olmasıdır. Ha, yəni a sıfırdan fərqli olduqda bu tənlik yalnız kvadrat tənliyi sayıla bilər. Deməli belə, nəysə. Deməli, uşaqlar, kvadrat tənliyin həlli üsulu diskriminantla tapılır. Diskriminantın tapılış üsulu d bərabərdir və kvadrat çıxılsın 4ac ilə hesablanır. Uşaqlar, kimlər tanıyır köklərin tapılmasını? Əl qaldırsın görüm. Bilənlər əl qaldırsın. Səkinə xatırlayırsan sən, yoxsa yox? Yerine koy. Hesap birdir. Rəqəmlər. Vsyoda hər kəs xatırlayır. Əla, super, qəşəng. Deməli uşaqlar, mən indi üzdən keçim də bir də. Kvadrat tənliyin həlli diskriminanta söykənir. Birinci diskriminantı tapırsan, sonra köklərin tapılması var. Uşaqlar, x1 necə tapılır? Mənfi 1 min çıxılsın, kök altında bölünsün 2-aya. Ay, sağ ol. Biri pilusu ilandır, biri də Biri həmin minusu Minus. ilandır. Tamamilə doğrudur. Mənfi 1 çıxılsın, kökətdə d bölünsün 2-a. Yaxşı da bunlara çox da deymirəm. İndi misallarda tənliyin həllində özünüz hesablayarsınız. Bir dənə bir şey var. Uşaqlar, yazın dəftərinizə. Kvadrat tənliyin 2 müxtəlif kökü var. 2 müxtəlif kökü var. Nə vaxt? Elə bu düsturun Diskriminant böyük sıfır. Ay, sağ olun. Aygül, bayaq səndən də bunu soruşmuşdum. Kvadrat tənliyin nə vaxt 2 müxtəlif kökü var? Diskriminant müsbət olanda. Nə vaxt həlli yoxdur uşaqlar? 0 ciddi olanda. Diskriminant ikisi sıfır oldu. Ay, sağ olun. Həlli o vaxt yoxdur ki, diskriminant mənfi olanda. Səbəb nədir? Çünki diskriminant mənfi olsa buradan kök çıxmayacaq axı kökləri tapanda. Köküncü mənfi olmaz axı. Yəni diskriminant mənfi olanda həll olmur uşaqlar. Üçüncü qayda. Bəs nə vaxt 2 bərabər kökü olur? Müsbət olan. 0 beraber olanda. Sıfırdan böyük bərabər. Sıfır olanda bir kök olur. Beraber olanda. Kök olur. Mən sıfıra bərabər olanda bir kök olmur. Bəli, 2 bərabər. 2 kök oldu. 2 kök Kök oldu. Bağlayın səsinizi qulaq asın. Bəli. Diskriminant sıfırdan böyük olarsa iki kök olur. 2 müxtəlif kökü diskriminant müsbət olanda düz deyirsiniz. Mən isə şərtdə dedim ki, 2 bərabər kökü. 2 bərabər kökü, yəni x1 də 5-dir, x2 də 5-dir. Uşaqlar, o vaxt 2 bərabər kökü olur ki, diskriminant sıfıra bərabər. Sıfıra bərabər olur. Necə Nurcan? Mənfi 1 bölünsün 2. Ay, sağ ol, bəli. Elə olanda ikisi də bir-birinə bərabər olur. Deməli belə, uşaqlar, 2 bərabər kökü diskriminant 0 olandadır. Diskriminantda necə tapılır bildiniz artıq. Uşaqlar, bəzən 2 bərabər kökü sözü əvəzinə yeganə kök də deyirlər. Yəni səhər deyəcəm yeganə yazıb yeganə yazır. Yeganə kökü. Uşaqlar, yeganə kökü o vaxt olur ki, diskriminant 0-a bərabər olanda. Tamam mı? Yeganə kökü var demək, elə 2 bərabər kökü var deməkdir. Başa düşdük? Aygül, aydındır da bizə. Bunu ana diliniz kimi əzbər yadda saxlayırsınız. 2 müxtəlif kökü var, diskriminant müsbət olanda. Kökü ümumiyyətlə yoxdur, mənfi olanda. 2 bərabər kökü də diskriminant 0-a bərabər olanda olur. Gəlin buna aid suallara baxaq, sonra keçək vietə. Deməli uşaqlar, bircə saniyə. Buna aid sual olmalıdır. Görək hardadır buna aid sual. Deməli, kvadrat tənlik. Biri buradadır. Buradadır. Deməli belə. Yaxşı. Gəlin baxaq. 114-ü məndən izah eləyirik. 115-i özünüz sərbəst yazırsınız. Deməli uşaqlar, deyir ki, A-nın hansı qiymətlərində tənliyin 2 müxtəlif kökü var. Uşaqlar, tənliyin nə vaxt 2 müxtəlif kökü olurdu? X bərabər olanda.
Diskriminant. Ay, sağ olun. Yəni b kvadrat çıxılsın 4ac-ni sıfırdan böyük götürmək lazımdır. Uşaqlar, buradakı b x-in əmsalıdır 2-dir. 2-nin kvadratı. 4 vurulsun a, x kvadratın əmsalıdır, yenə də a-dır. C-də sərbəst əmsaldır, yəni 1-dir. Böyükdür 0-dan. Yəni bizim misalımız 4 çıxılsın 4a böyükdür 0-dan olur. Buradan 4-ü soldan sağa keçirsək, mənfi 4a böyükdür mənfi 4-dən. X-i də tapmaq üçün hər tərəfi mənfi 4-ə bölmək lazımdır da. Uşaqlar, düzdür, mənfi 4-ü mənfi 4-ə böləndə 1 eləyir. Amma mənfiyə bölürsünüz deyə işarə dönür ha. Bərabərsizliklərdə keçəcəksiniz də bu dərsi. Sadəcə indi deyim də. Yəni mənfiyə böləndə və ya vuranda işarə həmişə dönür. Yəni əslində cavab A birdən balacadır. Əslində birdən balacalar A bəndi. Getdin yazdın səhv olacaq. Əslində tapmışıq A birdən balacadır. A variantını seçsəm amma səhv olacaq. Görürsən cavab nədir onda? Niyə? Cavab A deyil. Ay, sağ ol, B'dir. Niyə B'dir? Çünki mən bayaq dedim axı, kvadrat tənliyin əmsalı həmişə sıfırdan fərqli olmalıdır. Söhbətə başlayanda elə başlamadıq, qaydanı keçəndə. Yəni normalda mən tapmışam, A birdən balacadır. Yəni mənfi sonsuzluqdan 1-ə qədər hər şey ola bilər əslində. Sadəcə bu kvadrat tənliyidir. Kvadrat tənliyin A-sı, yəni x kvadratının əmsalı əsla sıfır olmaz. Olarsa o kvadrat tənliyi olmaz. Ona görə sıfır olmaz deyə bir dənə ara kəsmə qoyursunuz sıfır deyə. Cavab buna görə B-dir. Başa düşürük. Çatdı bizə. Qəşəng. İndi sərbəst şəkildə 115-i özünüz yazın. Buyurun. Baxan kimi əslində cavabı deyilməli sizi. Amma neysə, tapın gərək. C'dir cavab. C variantı tapdım. C var. C variantı. C. C. Bəli. Hər kəs C deyir, razıyıq. Problemimiz yoxdur ki. Yoxdur. Tamam, tapmayan, haqqın yolunu azmışlar kimlərdir? C tapmayanlar desin görüm. Haqqın yolunu azan var aranızda. Şükür sənə ilahi, hər kəs tapıbdı. Yaxşı, doğrudur, qəşəng. Deməli belə, uşaqlar, indi gəlin kvadrat tənliyi daha da yaxından tanıyaq. Kvadrat tənliyin kökləri düzdür, diskriminantla tapılır. Amma diskriminantdan savayı biz kvadrat tənliyin köklərini daha asan üsulla tapa bilərik. Kimsə nəsə deyirdi. Viet soruyla. Ay, sağ ol. Viet teoremi. Viet teoremi. Kvadrat tənliyin kökləri Viet teoremi ilə tapılır. Uşaqlar, Viet teoremini tətbiq etmək üçün bir dənə sizin qadağanız var. Onu həll eləyib sonra Vietə keçə bilirsiniz. Nədir o qadağa? Hər tərəfi x kvadratın əmsalında ədəd varsa bölməlisiniz ha. Yəni qabağında ədəd varsa sən Vieti tətbiq edə bilmirsən. Birinci hər tərəfi x kvadratın əmsalına bölməlisən. Bu da olur elə bil x kvadrat üstə gəl b bölünsün a, x üstə gəl c bölünsün a. Gəlin bunların birini p ilə, birini q ilə əvəz eləyək. Olsun x kvadrat üstə gəl px üstə gəl q bərabərdir 0-a. Deməli uşaqlar, bunun adı oldu çevrilmiş kvadrat tənliyi. Baxın, hər tərəfə a-ya böləndə, kvadrat tənliyin hər tərəfinə a-ya böləndə aldığımız tənliyin adı çevrilmiş kvadrat tənliyi olur. Səhər eşidərsiniz, qəribsiyərsiniz bu nədir? Heç nə, hər tərəfi x kvadratın əmsalına böləndə aldığın nəticə çevrilmiş kvadrat tənliyi olur. Uşaqlar, Viet teoreminə görə köklərin hasili nədir? Q. Yəni x-dən savayı x-sız olan ədəd var, odur. Köklərin cəmi isə, mənfi p-dir. Yəni x-in əmsalının əksi ha, işarəcə əksi. Köklərin hasilidir. Misal üçün, x kvadratı çıxılsın 5x üstə gəl 6 bərabərdir 0. Uşaqlar, vuranda 6 eləyib, toplayanda da bunun əksi, yəni 5 eləyib. Hansı ədədlərdir? 2, 3 və 3. 2 və 3. Tamamilə doğrudur. Всё. Deməli, ədədlərimiz 2 və 3-dür. Yaxşı. Aygül, sən bunu bilirsən də elə köklərin tapılmasını. Bəli. Aliyə bilirik də sən də. Nərgiz, Nigar
Bilirəm. Ben bilirəm. Bəli, müəlliməm. Səkinə qızım bilirsən bunları? Yadındadır? Bəli. Yəni birini səndə ondan sonra keçək. Bax, misal üçün x kvadratı üstə gəl 6x. Daha sonra çıxılsın. Deməli 5x. 5. 7 olsun. Bərabərdə 0. Görə 7 olanda ödəyir. Məncə ödəyir. Ödəmirəm müəllimə. Niyə axı? Hə, Ödəmir məncə. hasili cəmi 6 ilə ödəyir müəllimə. 6. Alınır. Mən Ödəmir. mənfi 6 ilə mənfi 1. Mənfi 6 ilə mənfi 1 olsa vuranda mənfi eləməz. Müsbət 7 mənim mənfi 1 götürərək. 7 ilə mənfi 1. Ya da mənfi 7 ilə 1. Hansıdır? İbrahim hansıdır? Pünhan hansıdır? müəllim mənfi Mənfi 1 olur. 7 mənfi 1. 7. Mənfi 7. Mənfi 7-1. Tamam. Aygül sən nə deyirsən? müəllimə mənfi ilə mənfini vuranda müsbət olmur. Bəli, amma burada hasil mənfi daxil. Hasili mənfi 7. Ha, Toplayanda okey. isə bunun əksi. Mənfi 6. Yaxşı? Toplayanda sadəcə əksini götürürsən. Pünhan sən nə dedin? Mənfi 1 ilə müsbət 7 olmur. Uşaqlar, vuranda mənfi 7 eləyib, toplayanda isə bunun əksi, yəni mənfi 6 eləyib. Bir şey yadınızda saxlayın ki, vuranda mənfi eləyirsə ikisindən biri mənfidir, 100%. Toplayanda cavab mənfi alınıbsa böyünün işarəsi mənfidir. Yəni siz ədədlərin 7 ilə 1 olduğunu görürsünüz. Toplayanda mənfi eləyibsə böyünün işarəsi mənfidir. Yəni söhbət mənfi 7 ilə 1 olmalıydı. Yaxşı, işarəsində diqqətli olun, hardan tapıldığı haqqında. Gəlin buna aydın misala baxaq, sonra davamını keçək. Deməli, uşaqlar, buradan baxırıq hansı suala. Bircə dəqiqə əvvələ qayıdaq. Əvvəldə buna aid suallar var idi. Deməli, uşaqlar, yazırıq indi 93, 94, 96 və 103. Hadi bakalım. Birinci sərbəst özünüz baxın. Lövhəni yaxınlaşdırmaq olur da bilirsiniz ki. Belə. 93-də nə tapmısınız? 93-də cavab Y. nədir? Y. A variantı. A var. A variantı. A var. Aldım müəllimə. A variantı. A. Nəfiz. Köklərin Çəşm. cəmi burada duranın əksi Mənfi. olur həmişə. Yəni mənfidir. Bəli. Yaxşı? Diqqətli ol, çaşmayasan. Bəs 94-də nədir uşaqlar? E variantı. Y. B. B. E. Başqa? Başqa? Deməyənlər də desin. B variantı. Tapa bilmədim. D. Nigar sən tapa bilmədin? Köklərin hasili və köklərin cəmi viyetilə görünür də, elə deyil? Amma viyeti tətbiq etmək üçün birinci hər tərəfi nəyə bölməliydin, Nigar? Ona. Bəli. Aynen tapdım. 0,3x çıxılsın 0,4. Yaxşı. İndi köklərin hasilini soruşur. Köklərin hasili x-siz olandır da, yəni mənfi 0,4. Uşaqlar, cavab mənfi 0,4-üymüş. Deyənlər, düşdünüz da təliyə. Köklərin hasili və köklərin cəmi viyetlə tapılır. Viyeti də tətbiq etmək üçün sən hər tərəfi birinci x kvadratın əmsalına bölməlisən. Bölməsən səhv yazdın. Görürsünüzmü? Ona görə ehtiyatlı olun. Asan sualdır belə baxanda, amma gedib səhv eləyirsən. Deməli belə, bunu silirəm. Sonra uşaqlar 96'ını tapan oldu desin. B. B variantı. E variantı. B. B variantı. düzdür. 15. 15. Səkinə tapmısan? Hayır. Aygül tapmısan? Çatdırıb yazamadım müəllim. Hadi bax qızım. Aliyə sən tapmısan? Bəli, mən tapmışam. B variantıdır. Səkinə və Aygül. Yağmur. Uşaqlar, viyetlə deyin görün mənə. Köklərin hasili burada nədir? Mənfi 3. Mənfi 3. Bəs köklərin cəmi nədir? Mənfi 1. Ay, sağ ol. Uşaqlar, köklərin hasili x-siz olandır, yəni mənfi 3-dür. Köklərin cəmi isə baxın bunun əksidir, yəni mənfi 5. Sizdən də nəyi soruşur? Köklərin hasili ilə köklərin cəminin hasilini, yəni mənfi 3 vurulsun mənfi 5.
O çatdır yazar. Asan. Sağ ol, bəli. Deməli belə, yaxşı. Bunu silirəm. Gəlin baxaq. Buradan sonuncu suala. Sonra dərsin davamını keçim. Uşaqlar, 103 nömrəli sualda cavab tapan desin, tapmayanlar Y. bir də baxarıq. E variantı. Y variantı. Bəli. Mən Bəli. bu sonuçta elə gəlir ki, x1 vur x2 axıra qalır. x1 vur x1 üstəgəl x2 də qalır. Yerinə qoyub tap. Elə olsun. Ay, sağ ol. Uşaqlar, misalın kimliyindən asılı olmayaraq, ortaq vuruq varsa çıxarmaq lazımdır, müxtəsər varsa tətbiq etmək lazımdır, ixtisar varsa aparmaq lazımdır, islah varsa islah aparmaq lazımdır. Yəni, misal üçün, bu misalın bünövrəsində, baxın, soruşduğu hissədə, bünövrədə yox, soruşduğu hissədə. Deməli, baxın, burada ortaq vuruq var. Hə, x1-dən burada 2 dənədir, burada 1 dənədir. x2-dən burada 1 dənədir, burada 2 dənədir. Hər ikisindən x1, x2 hasilini çıxardıram. Mötərizənin içində bir dənə x1 qalır, bir dənə də x2 qalır. Bərabərdir 42-yə. Və baxıram misalın şərtinə. Verilən tənlik kvadrat tənliyidir. Və bizə məlum məsələdir ki, köklərin hasili x1 vurulsun x2. P-nin qiymətinə bərabərdir. Köklərin cəmi isə, baxın, bunun əksinə bərabərdir. Yəni, x1 ilə x2-nin cəmi -14-dür. Gətirib burada yerinə yazsam, x1, x2 hasilinin yerinə yazacam mənfi, deməli, x1, x2 hasilinin yerinə yazacam P, cəmi yerinə yazacam -14. Mənfini qabağa ataq, bərabərdir 42-yə. Hər tərəfi də -14-ə böl. P bərabərdir buradan, -3 tapacaqsan. Uşaqlar, başa düşdü? Çatdı bizə? Bəli. Tamamdır. İndi sizə bir qayda danışacağam. Xüsusilə bloka gedənlər, yəni bir növ, yəni sizin üçün vacib məsələlərdən biridir. Deməli belə, uşaqlar, yəni hər il imtahana düşür. Sadə versiyası buraxılışa düşür. Çətin versiyası qəbula gəlir. Yazaq dəftərimizə kvadrat tənliyi ax kvadrat üstəgəl bx üstəgəl c bərabərdir 0. 1. Kvadrat tənliyin kökləri əks ədədlər olarsa Q müəllimə 1-ə bərabər olacaq, hə? xeyr, əks ədədlər olarsa, Hə, P0 olacaq. Bəli. Uşaqlar, tənliyin kökləri əks ədədlər olarsa, məntiqlə fikirləşində əks ədədlər cəmi 0 olan ədədlərdir. Uşaqlar, yəni B 0-a bərabər olacaq. Yəni şərtdə sənə desə kvadrat tənliyin kökləri əks ədədlərdir, bil ki, onun B-si 0-a bərabərdir. B-də x-in əmsalı daha unutmayın. Yerini, mövqeyini unutmayın. B düsturdakı x-in əmsalıdır. 2. Pünhan, yazın, İbrahim. Kvadrat tənliyin hər iki kökü 0-a bərabər olarsa, hər iki kökü 0-a bərabər olarsa, Nurcan, 0-a bərabər olarsa, hər iki kökü 0-a bərabər olarsa, kvadrat tənliyin hər iki kökü 0-a bərabər olarsa, Nurcan nə olurdu? Yadındadır? Nurcan. Mən Hədə? sıfırdan fərqli idi. Hər iki kökü 0. C də 0-dır, B də 0-dır. Ay, sağ ol. Uşaqlar, məntiqlə fikirləşində, hər iki kökü 0-dırsa, vuranda da 0 eləyər, toplayanda da 0 eləyər. Yəni, bunun B-si də 0-a bərabər, C-si də 0-a bərabər olur. Hər iki kökü 0 olarsa. Şərtə görə cavab verəcəksiniz. Ha, əks ədədlər olanda yalnız B 0. Hər iki kökü 0-a bərabər olanda hər ikisi 0-a bərabərdir. İndi üçüncü şərt. Kvadrat tənliyin yalnız bir kökü 0-a bərabər olarsa, uşaqlar, yalnız bir kök 0-dırsa, vuranda 0 eləyər də, məntiqlə düşünün İbrahim. Yalnız bir kökü 0-a bərabər olarsa, bunun
Deməli, C-si 0-dır, amma B-si 0-dan fərqli olur. Bunu unutmayın. Birdən gedib bunu yazarsınız təkcə. Misal üçün alarsınız müsbət mənfi 2. Amma burada şərtin fərqli olan hissəsinə fikir verin. Birdən deyir müsbət 2 olanmaz, mənfi 2 olanmaz. Yəni o şərt də önəmlidir. Tamam mı? Yalnız bir kökü 0-a bərabər olanda C0 B0-dan fərqli olur. Buraxılışa düşən tipini deyirəm indi sizə. İbrahim, nəsə internetində zəiflik var sənin? Mən biraz internetim zəifdir. Bayaqdan görüm arada bir çıxıb girirsən. Deməli belə, yazdım bunu İbrahim. Bəli. Tamamdır. Mən İbrahim səni bilirdim ki, elə bilirdim bloka gedirsən, birinci, ikinci qrupa gedirsən də, sən blok qrupuna da salmışam. Dünən baxanda görürəm ki, İbrahim blok qrupunda da var. Deməli belə, blok qrupunda blok dərsləri keçiriləcəkdir. Törəmə, integral, limit. Ona görə buraxılış uşaqlarını salmayacağam ora. İstəsəz gələ bilərsiniz. Sadəcə imtahana düşmür də, düşməyən sualı niyə öyrənəsən? Aliyə ürəklidir. Aliyə deyir ki, məni salın, gələcəm. Aliyə, sən neçənci qrupuydun? 3-cü qrupum mənim. 3-cü qrupsan. Siz bu 3-cü qrupun aqibətini görəndən sonra bu illəri gördünüz də, deməli 600-dən yuxarı toplayan 9-10 nəfər idi. Neçə nəfər idi çöldə qaldı 3-cü qrupda? 9 nəfər idi. 9 nəfər. Hələ 9 qrupdan bir nəfər qaldı ki. Necə? 610 qaldı. 656 bal toplayıb 4-cü qrupda çöldə qalmışdı bir nəfər. Müəllim də paylaşmışdı. Əslində qızlar üçün problem yoxdur. Bir ilə onu qaldıracaq, bəlkə 700-ə belə oynayacaq. Amma oğlan uşaqlar üçün çətin məsələdir, əsgərlik məsələsi var da. Yazıq uşaqlar. Deməli belə, Allah yolunuzu, bəxtinizi, qismətinizi açıq eləsin. İnşallah ki, hər biriniz gözəl nəticə toplayacaqsınız. Maksimala oynamaq lazımdır. Düzdür, maksimala oynayan uşaqlar da, yəni öz istədikləri ixtisası istəyirlər ki, düşməyən zamanda da, yəni nağarsınlar, bir il gözləyəcəklər. Deməli belə, uşaqlar, bu buraxılışa düşür. Bu düşə bilər buraxılışa. Kvadrat tənliyin kökləri qarşılıqlı tərs ədədlər olarsa. Nəsə ekran kaydı yazırsınız bizdə. Necə? Ekran kaydını alırsınız da bizdə. Bəli. Video qeyd alıram. Deməli belə, Aygül onda deyim ki, bütün dərslərin video qeydi olur. Biz də, yəni keçdiyimiz dərslər, misal üçün bu dərs belə var. Yükləyirik, ondan sonra nəyə başa düşmədisə, oturub açıb izləyə bilərsiniz, ehtiyacınız varsa. Tamamdır, çox sağ ol. Sən də sağ ol qızım. Deməli belə, uşaqlar, qarşılıqlı tərs ədədlər olarsa, tərs ədədlərin hasili nəyə bərabər olur həmişə? 1-ə. Onda Q-sünü 1-ə bərabər eləməlisiniz. Amma bir dənə bir şey deyim. Mən Q dedim ha. B demədim, C demədim. Fikir verdiniz? Niyə Q dedim? Çünki sən çevrilmiş kvadrat tənlik halına salmalısan misalı. Əgər köklər qarşılıqlı tərs ədədlərdirsə. Baxın, bir dənə misal deyirəm sizə. Buna aid, imenli buna aid sual deyirəm. Sonra gedək misallara baxaq, qutardım. Uşaqlar, baxın, misal üçün 2x kvadratı üstə gəl 8x üstə gəl deməli m çıxılsın 4 bərabərdə 0. Deyir ki, m-in hansı qiymətində tənliyin kökləri qarşılıqlı tərs ədədlər olar? M-in hansı qiymətində? Birinci 2-yə bölürük. Bəli, birinci 2-yə bölmək lazımdır. Bölməsən səhv eləyərsən. Birinci hər tərəfi 2-yə bölmək lazımdır uşaqlar. Yəni köklər qarşılıqlı tərs olanda, çünki Q 1-ə bərabər olur. Q dediyimiz varlıq da çevrilmiş kvadrat tənlikdə olan, x-dan savayı yerdə duran ədəddir. Yəni siz burada deyirsiniz ki, köklər qarşılıqlı tərs ədəd olduğuna görə bunu 1-ə bərabər eləmək lazımdır. M çıxılsın 4 bölünsün 2-ni 1-ə bərabər eləmək lazımdır. Bəli, buradan da deyəsən 6 tapırıq. Deməli, çarpazın 4 bərabərdir 2-yə, buradan da n bərabərdir 6-ya. Uşaqlar, başa düşdük? Yəni, normalda əks ədəd desə, yalnız bir kökü 0-a bərabər və ya hər iki kökü 0-a bərabər desə, onda heç nəyə bölmürsünüz. ABC-nin yerini bilin,
sıfıra bərabər eləyən cavabdır. Sadəcə qarşılıqlı tərsi olanda 1-ə bərabər olur deyə. Orada onun mənası var da. Çarpaz vurursan axı. Ona görə qiymət dəyişə bilir. Uşaqlar başa düşdük. Gedək misalların canı üçün. Elm. Tamamdır. İndi gəlin buna aid suallara baxaq. Bir dəqiqə. Buyurun. 55'i bir de ne yazın? Deyin cevabı. 55'te nedir cevabımız? Variant 2. Variantı 2. A variantı. A diyenler el kaldırsın. Ellerinizi kollarınızı kaldırın görüm. A diyenler eller kaldırın. Tamam. Deməli kimlərdir? Aygül, Nərgiz, Nurcan, Yağmur, Günhan, Nigar, İbrahim, Səkinə. Aliyə sən nə dedin? Mən 2 dedim. Sən Y dedin. Uşaqlar, tamam. Bəli. Görək kim düzdür. Görək azlıq çoxluğa tabe ediyorsa çoxluq azlığa. Elə bir şey olacaq bu dəqiqə. Uşaqlar, tənliyin hər iki kökünün sıfıra bərabər olması üçün B də sıfıra bərabər olmalıdır, C də sıfıra bərabər olmalıdır. İndi burada bizim B'miz X'in əmsalıdır. 4 çıxılsın M kvadratı sıfıra bərabər eləsək, M kvadrat bərabərdir 4-ə. M də bərabərdir normalda müsbət mənfi 2-yə. Tamam. Bir də C'ni də sıfıra bərabər eləmək lazımdır da. C dediyimiz varlıq da X-dan savayı yerdə duran ədəddir. Yəni M kub üstəgəl 8-dir. Buradan M kub bərabərdir mənfi 8-ə Aliyə. M də bərabərdir mənfi 2-yə. Aliyə elə bil ki, biri müsbət mənfi 2 tapıb, biri sadəcə mənfi 2 tapıb. Ortaq cavabı seçməlisən də. Mənfi 2 ortaqdır hər ikisinə. Ona görə cavab mənfi 2-dir. Müsbət 2 yox. Tamam mən. Tamam. Sonra bunu silirəm. Gəlin davam edək. Afərin sizə göçəklər. Deməli belə. Gəlin davam eləyək. Buna aid suallar aşağıda olmalıdır. Bir saniyə. Uşaqlar bir dənə 89-u yazın. Bir dənə 89-u yazın. Mənə maraqlıdır görək kim yaza biləcək. Sonra mən izah eləyərəm. Çətin məsələ deyil. Belə baxın. Tapdım. Əla. Digərləri də tapsın. Deməli belə. Bircə saniyə gözləyin. A. 1,5. D variantı. 5. 1,5. C variantı. Bəli. Tamamdır. Baxın Nurcan. Tənliyin köklərindən biri demək kimin qiymətidir deməkdir? Nəyin qiymətidir? X-in. X-in qiymətidir. Uşaqlar, tənliyin kökü X deməkdir. Yəni sizə deyir ki, X-in qiyməti 2-dir. A-nın hansı qiymətində X-in qiyməti 2-dir. Heç nə X-in yerinə 2 qoyursan. 2-nin kvadratı çıxılsın 3 vurulsun A vurulsun 2. Üstəgəl 5 bərabərdir 0-a. Bu da olur 4 çıxılsın 6A. Üstəgəl 5 bərabərdir 0-a. Buradan 5 ilə 4-ü toplayanda 9 eləyir. 9 çıxılsın 6A bərabərdir 0-a. 6A bərabərdir 9-a. Hər tərəfi də 6-ya bölsək, A bərabərdir 9 bölünsün 6. 3 ilə ixtisar gedəndə 2-də 3 qalır. Bu da 1,5 eləyir. 1,5. Deməli belə. Uşaqlar, gəlin davam eləyək. Bunu silirəm. Aydındır. Aygül, Yağmur, Səkinə, Nigar. Başa düşdük deyilər? Qəşəng. Tamam, bunu silirəm. Gəlin davam eləyək. Deməli belə, uşaqlar, indi baxaq növbəti tip misallara. Bircə saniyə.
Bircə dəqiqə bayaqki sual. Hə, deməli belə. İndi buradan baxırıq hansı suallara. Əks ədədlərdə elə. 136, 137, 139. Öz ixtiyarınıza buraxıram. Asan suallar deyil, belə baxanda, amma keçdik də indi. Görək kim bacarır. Ondan sonra mənimlə birlikdə təhlil edərik. D B variantı. variantı. Biz öyrəndik ki, əks ədədlər olması üçün Pünhan nə olmalıdır? Qaydada nə demişdik? Əks ədədlər olanda nə olacaqdı? Qaydanı deyin. B sıfırdan bərabər olmalı. Ay, B sıfır. B sıfıra bərabər olmalıdır. B dediyimiz varlıq da x-in əmsalıdır da, elə deyilmi? Yəni, p kvadrat çıxılsın 9 bərabərdir 0-a. P də bərabərdir buradan müsbət mənfi 3-ə. Normalda biz müsbət mənfi 3 tapmışıq da, elə deyilmi? Uşaqlar, köklər, əks ədədlər olanda cəmi 0 olsa da, hasili 0 eləməz ki, əsla. Biri mənfi, biri müsbət olur da. Hasili əsla 0 eləməz. Yəni, siz əslində bir müsbət 3 tapmısınız, bir də mənfi 3 tapmısınız. Bunun müsbəti kənar kökdür. Çünki yerinə qoysaz 3-dən 3 çıxanda 0 eləyir. Axı köklərin hasili 0 olmaz. Yəni, buna görə siz deyirsiniz ki, buradan qayda belədir ki, mənfi 3-ə cavab. Yaxşı, başa düşdük? Aydındır? Tamamdır. İndi deyin görüm, 37-də nədir cavabımız? Müsbət 9. D variantı. Bəndi. Deyir, M-in hansı qiymətində tənliyin köklərinin hasili köklərinin cəmindən 2 dəfə böyük olar. Nə dediniz deyin bir də? C. C variantı. D variantı. C, B. Aygün sən B deyirsən? Bəli. Tamam, amma deyərlər C-dir. İbrahim C deyirsən sən də? Bəli. Yağmur sən? Mən də C, müsbət C. 9. Səkinə? Çatdırmamışam. Deməli qızım, baxın Aliyə, Nərgiz. Amma bir nəfər yoxdur kimsə aranızda. Deməli belə, uşaqlar, deyir ki, tənliyin köklərinin hasili, uşaqlar, köklərin hasili bilirsiniz də budur. C-yə bərabərdir. Ay, sağ ol. Köklərin hasili deyir ki, cəmdən 2 dəfə böyük olsun. Yəni, mənfi m çıxılsın 5, bərabər olmalıdır bundan 2 dəfə böyük. Amma bilirsiniz də, cəm bunun əksidir. Yəni, 2 vurulsun, mənfi m üstəgəl 2-dir. Deməli belə, uşaqlar, bunu vurub açsaq, m çıxılsın 5 bərabərdir, mənfi 2m üstəgəl 4 eləyəcək. Burada mənfi 2m soldan sağa keçirsək, olur mənfi m üstəgəl 2m bərabərdir 4 üstəgəl 5-ə. Bu da eləyir m bərabərdir 9-a. Başa düşdük. Dedi, axı biri digərindən 2 dəfə böyük olmalıdır. Bir dənə bir şey qeyd edeyim yuxarıda. Uşaqlar, köklərin hasili. Biz demişik ki, x-sız olandır da, yəni bu da o pişilikdir. Hasil bərabərdir, mənfi m çıxılsın 5-ə. Köklərin cəmi isə bunun əksidir. Pünhan gəldin. Bəli, müəllimə, internet çox zəifdir, gedə durur. Tamam, bəs də görüm nə tapmısan 37-də? 137 mən çatdırmadım. Sən çatdırmadın. Onda bir də qulaq as, sən deyəsən Mən C tapmışam. C oldu. Bəli, C'dir, düzdür. C tapanlar tamamilə doğru tapıbdı. Aygül, sən A demişdin, B demişdin. Mən B demişdim Sən müəllim. B demişdin. Səhvini gördün qızım? Bəli. Tamamdır. Pünhan, bax, hasil mənfi m çıxılsın 5-dir. Cəmi isə mənfi müstəqəl 2-dir. Sənə deyir ki, hasil cəmdən 2 dəfə böyük olsun. Yəni, bu mənfi m çıx 5, mənfi müstəqəl 2-dən 2 qatına bərabər olsun. Bunu 2-yə vuranda bu alınır. Buradan m-in yanına, ədədin yanına keçirsəm 9 alıram. Səkinə başa düşürük. Bəli. Tamam. Pünhan aydındır sənə də. Bəli, müəllimə. Uşaqlar, maraqlıdır 39. Bunu mən sınağa da salmışdım. Nurcan, Mən deyim. De? Mən C'dir. C, C variantı. C variantı. C. Əzbərləməzsə bunu, bəzilər bunu məndən görüb neçə dəfə sınaqda da görüb. 3 dənədir. Bəli, bu sual düşən kimi, hətta bu hissəni görən kimi 3 yaz get. Heç yoxlamağa dəyməz. Amma ki, gəlin izahım verək. Yəni bu niyə 3 alınır? Uşaqlar,
Tənlik, xətti tənlik kimi xətti tənlik deyil. Kvadrat tənlik kimi kvadrat tənlik deyil. Çünki Rasionaldır. rasional deyə də bilərsən. Şolar, yəni x bir burada var, bir də məxrəcdə var. Bilirsiniz də, kəsir əzəldən bizim düşmənimiz olubdu. Biz ona nə etmişik bilmirəm. Amma o bizə düşmən kəsirdir. Həmişə kəsiri görəndə kəsirdən azad eləməlisiniz. Yəni hər tərəfi x-a vuraq. Elə bilin ki, hər tərəfi x-a vururam. Birinci bunu x-a vururam. Olur 7a çıxılsın a kvadrat, çıxılsın 12. Vurulsun x kvadrat, çıxılsın. Bunu 2-yə vururuq, deməli x-a vururuq, 2ax. Bunu x-a vuranda x-lar ixtisar gedir, sadəcə 1 qalır, bərabərdir 0. Ay, sən demə bu kvadrat tənliymiş. Kvadrat tənliyində yeganə kökünün olması üçün uşaqlar nə olmalıdır? Hə? Kvadrat tənliyin yeganə İsmini sıfıra bərabər olur. Diskriminantı sıfıra bərabər eləsəz, bilirsiniz də yeganə bir dənə kök tapacaqsınız. Razısınız bununla? Onda bir dənə kök buradan alınır, biri buradan alınır. Diskriminantı sıfıra bərabər etməklə. Bəs digərləri hardan alınır? Uşaqlar, misalın bünövrəsində bunun əmsalı 0 olsaydı, bu tərəf xətti tənlik olardı və bir dənə yeganə kök olardı da. Bir dənə x varsa, bir dənə kök olur. Yəni demək mən ondan ibarətdir ki, bunun əmsalı 0 olsa, yəni 7a çıxılsın a kvadrat, çıxılsın 12. Bu sıfıra bərabər olsa, bu yox olsa, bu tərəf yeganə həll verəcək sizə. Bir dənə x-in qiymətini tapacaqsınız. Yəni yeganə həllin olmasından bir halı da buradan çıxır. Bu da kvadrat tənliyidir. Uşaqlar, kvadrat tənliyin neçə kökü olur ki? 2 dənə də kök buradan əmələ gəlir, biri buradan əmələ gəlir, ikisi də buradan əmələ gəlir, üçü bütövlüyü də buradan alınır. Çatdı sizə nə demək istəyirəm? Hardan əmələ gəldi? Birinci hər tərəfi x-a vurdum, gördüm kvadrat tənliyidir. Kvadrat tənliyin yeganə həllinin olması üçün diskriminant 0 olmalıdır. Oradan bir dənə kök tapırsan. Bir də ümumiyyətlə misalın bünövrəsində bu 0 olsaydı, bu tərəf xətti tənlik olardı və sənə bu bir dənə yeganə kök verərdi. Ona görə bunu 0-a bərabər edəndə görürsən ki, bunun özü də kvadrat tənliyidir. 2 kök verir sənə. Bir dənə də diskriminantdan tapmısan, toplam 3 dənə. Yaxşı uşaqlar, başa düşdük? Yorulmamısınız ki? Gözlərinizdən cin çıxır, nə yorulmaq? Hə? Nurcan deyir, gecə saat 12-yə qədər də mənə saxlasınız, mən buradayım, mən heç yerə getmirəm. Hə, Nurcan, yoxsa yox? Neysə, deməli belə. Uşaqlar, gəlin buradan bir dənə sualı baxaq. Yazın 168 nömrəli sualı. Yaxşı, 20 dəqiqə sonra buraxacağım sizi. Canınız dincəlsin. 168 nömrəli sual. Yazın. Bu böyük dərsdir. Bunu gələn dərs bitirəcək. Mən yazdım. Yaşang. Mən də yazdım. Mən də yazdım müəllimə. Yazdım. Mən də yazdım. Yazdım müəllimə. Mən də yazdım. Nə yazdım? Mən də yazdım müəllimə. Deyin cavabı. Müəllimə. E variant. Müəllimə B. B A deyənlər variantı. kimdir? Biri A deyir, biri B deyir, biri Y deyir. Hərə bir variant sadaladı Y. Uşaqlar, Y deyənlər əllərini, qollarını qaldırsın görüm. Y deyənlər kimdir? Y deyənlər əl qaldırsın. Tamam. Yaxşı, B deyənlər əl qaldırsın. Yağmurdur bir dənə. A deyənlər. Yaxşı. İbrahim, sən hansı variantı dedin? Mən A demişdim, amma baxdım ki, səhv etmişəm. Yaxşı. Pünhan, sən 68-i tapdın.
Mən Y tapmışam ama. Y tapmısan. Tamam. Yaxşı uşaqlar, gəlin baxaq. Deməli belə. Tərs ədədlər olması üçün nə olmalıydı? Bərabərdir. Q bir olmalıydı. Ay, sağ olun. İndi məni dinləyin. Q dediyimiz varlıq x-siz olandır da. Yəni o pişilikdə x-siz nə varsa yerdə o Q deməkdir. Yəni 3 çıxılsın 4P-nin qiyməti Q-yə bərabərdir. Yəni 1-ə. Onda buradan 3-ü soldan sağa keçirsən çıxılır. Mənfi 4P bərabərdir. 1 çıxılsın 3-ə. Yəni mənfi 4P bərabərdir. Mənfi 2-yə. Hər tərəfi də mənfi 4-ə bölsəm, P bərabərdir. Mənfi 2-ni mənfi 4-ə böləndə 0,5 eləyəcək. Aferin sizə, 7 cavab. Başa düşdü. Y tabanlar kimlər idi görüm? Əlləri qaldırın. Aferin sizə. Aferin sizə. Qəşəng. Deməli belə, Yağmur səhvini gördün? Bəli. Tamamdır. İbrahim bildik də elə deyilmi? Bəli, mən hesablamada səhv vermişdim. Tamam, diqqətli ol. Daha sonra bunu silirəm. Gəlin davam edək. Qaydaq əvvələ bir neçə dənə də suala baxaq, sonra suallarınızı, ev tapşırıqlarınızı deyəcəm, qeyd edərsiniz. Moduldan kökü verməyəcəm də. Gələn dərs deməli, kök dediyim bildiyiniz kök. Deməli belə. Gələn dərs onları bitirərik. Hə. Baxın, burada qəşəng bir dənə nur topu kimi sual var. 35 nömrəli sual. Baxın, özünüz gəlirəm. 35-ə baxın. Nəticə baxın müəllimə. Bir dəqiqə, bir. Yağmur nə deyirsin? Mən Y dedim. Bağla səsi. Səs yansıma verir. Deməli, Aliyə sən nə dedin? C dedim mən. C. Aygül. B. B. Pünhan. İbrahim Pünhan deyin. Mən yazmadım. Səhv Yaz. tapdım. Səhv tapdın. Yaxşı. Pünhan buradasan. Pünhan deyirsən Nurzan. Pünhan deyirəm amma Nurcan sən də. Mən B. Bəli, buradayım. Yaxşı. Aygül sən nəsə deyirdin? Mən C. Çaşdım. Aygül də C dedi. Nurcan da C dedi. Mənim C dedim. Hə, sən. Mən də C tapmışam mən. Yaxşı. C tapmısın. Mən dedim C-ni. Mən Y deyirəm. Yaxşı. Nərgiz. Ən yaxşı müəllim A'dır. Adı. Məncə F variantıdır. Nigar səncə? C müəllimə. C. Cəllan. Necə Nurcan? C bir dənə Nigarla mən tapmışam. Yox, çoxu C tapıb. Deməli, Hə. Səkinə sən? Böyük ihtimalle C. C. Diye düşünüyorum. Böyük də hamı çox adam C deyirdi, hə? Ağıllıya bax, Çok adam C. Ana, niyə C-dir? Lan niyə C olur? İzah eləyəsə, bilmirəm. C'dir. Bilmirəm, C-dir. Abla, siz elə bil infaz verdiniz, qərar verdiniz C olduğuna dair. Amma biz hələ yoxlamamışıq, izah eləməmişik. Mən bir dənə bilmədim. Aygül, sən B dedin. D dedim müəllimə, Hə, D. düz dedin. Tamam. Uşaqlar, tənliyin bir kökünün olması üçün tənlik kvadrat tənliyidir da. Diskriminant 0-a bərabər olmalıdır. Elə deyil. Diskriminant dediyimiz varlıq B kvadrat çıxılsın 4AC-dir. Bərabərdir 0-a. Uşaqlar, burada A dediyimiz varlıq x kvadratın əmsalıdır. AM-dir. B dediyimiz varlıq x-in əmsalıdır. Yəni 2m çıxılsın 4. 2-ni vurdum, açdım. C dediyimiz varlıq da -8-dir. Yəni bunu biləsiniz ilk öncə. İndi aparıb yerinə qoyuruq. Deməli, 2m çıxılsın 4-ün kvadratı. Çıxılsın 4 vurulsun A-nın qiyməti m-dir. C-nin də qiyməti -8-dir. Bərabərdir 0-a. Bunu kvadrata yüksəldək. Bu hissənin kvadratı yüksəldək. Birincinin kvadratı. Bircə dəqiqə düzgün yazaq. M-in kvadratı. Çıxılsın hasilin 2 misli 16m. Üstəgəl ikincinin kvadratı. Yəni 16. Üstəgəl uşaqlar -4m-i -8-ə vuranda bilirsiniz də müsbət 32m eləyir. Bərabərdir 0-a. Bu olur 4m-in kvadratı. -16m-in üstünə 32m gələndə müsbət 16m eləyir.
üstəgəl 16 bərabərdir 0-a. Uşaqlar, hər tərəf 4-ə xoşbəxt olur, ixtisar gedir deyə m kvadrat üstəgəl 4m üstəgəl 4 qalır. Müxtəsərdən də tanıyırsınız da, bu m plus 2-nin kvadratının açmasıdır. Bərabərdir 0-a. Yəni, v-lə kökləri də tapa bilərsiniz, problemi yoxdur. Neysə, buradan m üstəgəl 2 bərabərdir 0-a. M də bərabərdir mənfi 2-yə. Düz deyirsiniz, m mənfi 2-dir. Bu 1. M mənfi 2-dir. Daha sonra bilirsən nədir Aygül burada məsələ? Bu tənlik kvadrat tənlik olarsa, kvadrat tənlik kimi baxsaq buna, çünki x kvadrat var da, yeganə həllinin olması üçün diskriminant 0-a bərabər olmalıdır. Bəli, siz də bunu düz tapmısınız. Mənfi 2. Biri budur. Bir də uşaqlar, m 0 olsa, bax bu 0-dır. Buradan 0-dan 2 çıxanda mənfi 2 qalır. Mənfi 2-ni x-ə vuranda eləcək mənfi 4x çıxılsın 8 bərabərdir 0. Mənfi 4x bərabərdir 8-ə, x də bərabərdir, buradan da mənfi 2. Görürsünüz, yəni cavab tapmaq olur da, yeganə kök tapmaq olur. Yəni deməyim ondan ibarətdir. M bir dəfə də 0 olsa, bu kvadrat tənlik olmayacaq, xətti tənlik olacaq. Xətti tənliyində bir dənə kökü olacaq. Başa düşürsünüz? M 0 olanda. Anlayırsınız? Bir də 0 olanda, yəni xətti tənlik halına düşür. Və bu zaman deyirsən ki, bir dənə də kök buradan alınır. Başa düşürsünüz? Aygül, bildin niyə o 0-ı götürdük? Sən düz... Harda? Necə? Hardasa bildim müəllimə, hardasa. Onda gəl bir dəfə də açıqlayaq. Sən mənfi 2-ni tapdın. Bunlar razılaşdıq. Yəni, yeganə kökün olması üçün bəli, cavab mənfi 2 olmalıdır m. İndi bu tənlik kvadrat tənlik kimi görünür. Amma sən bu m-ə 0 desən, bu tənlik dahi kvadrat tənlik olmayacaq axı. Bu tənlik olacaq elə bil 0 üstəgəl 2 vurulsun 0 çıxılsın 2 vurulsun x çıx 8 bərabərdir 0. Yəni bu olur mənfi 4x çıxılsın 8 bərabərdir 0. Buradan da x-in qiymətini mənfi 2 tapırsan. Yeganə kök deyil bu. Yəni m-ə 0 verəndə də yeganə kök almaq olurmuş. Anladın? Tamam. Deməli belə. Uşaqlar, İbrahim başa düşdü indi. Aydın oldu bizə. Öyle. Tamam o zaman qoçaqlar. Bircə saniyə gözləyin. Son olaraq bu 30-a baxın, sonra sizə misallarınızı verim. 30-a baxın. Tapdım müəllimə. Tapdım müəllimə. Uşaqlar, deyin cavabı. Mənfi B variantı. B variantı. B. Başqa? Kimlər? B. B variantı. B. A variantı müəllimə. Sən A deyirsən, Nərgiz. Uşaqlar, tənlik Y. Nurcan, Yağmur, Aygül, Aliyə, siz nə deyirsiniz? Mən dedim B variantı.
bir yerdə deyəndə bilmək olmur. Mən dedim B variantı. Tamam. Başqa Aygül sən? Məncə beynim götürmür, mən həll eləyəmədim. Tamam, baxarıq qızım. Nurcan sən? C. C. Uşaqlar, yaxşı. Aygül, oxu şərti nə deyir bizə? Tənliyin kökləri cəmini sıfıra çevirən A-nın bütün qiymətləri cəmini tapın. Tənliyin Cəmi hardadır burada? x çıxılsın A-nın kvadratı. Yox. Köklər... A-nın kvadratı. Qızım, bax, tənliyin köklərinin cəmi x-in əmsalı deyil. Doğrudan. 2 çıxılsın A, çıxılsın A kvadratdır tənliyin köklərinin cəmi. Deyir, A-nın hansı qiymətində köklərin cəmi, yəni sıfıra bərabərdir. Yəni, bunu sıfıra bərabər edirsən. Sadəcə burada, uşaqlar, hər tərəfi mənfiyə vurun. Mənfi 2 üstəgəl A üstəgəl A kvadratı olsun. Niyə bilirsiniz belə iş görürəm? Çünki kvadrat tənlikdə kvadratın əmsalı mənfi olmaz da. Yəni, ona görə hər tərəfi mənfiyə vurdum. Sizə də deyir ki, A-nın qiymətləri cəmini tap. Bunu da V-ilə tapırıq. Qiymətlərin cəmi dəyişənin əmsalının işarəcə əksi olurdu da, mənfi P qaydası. Yəni, cəm mənfi 1-dir. Hasilin soruşsaydı, mənfi 2 olardı. Uşaqlar, başa düşürük. Bəli, çox sağ olun. Sən də sağ ol, qızım. Uşaqlar, aydındır İbrahim, düz tapmışdıq. Ölməm. Tamamdır. Uşaqlar, ev tapşırığı seçmə sualları olacaq, keçdiyimiz dərsə uyğun olaraq. Deyirəm, qeyd eləyin nömrələrini. 1, 3, dinamika, səhifə 80. 1, 3... Mən çıxa bilərəm, qrupa yəqin cavab. Bəli. Sağ ol. Sağ ol sən də. Video dərsi də